Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Yeni İnnovasiya Mərkəzinin açılışı olub. Yeni yaradılan mərkəz tələbələrin innovativ ideyaların dəstəklənməsi, startap layihələrinin inkubasiyası və müasir texnoloji təşəbbüslərin inkişaf etdirilməsi üçün nəzərdə tutulub. Bu addım ölkədə innovasiya ekosisteminin gücləndirilməsi istiqamətində yeni mərhələ kimi qiymətləndirilir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov bildirib ki, mərkəzin əsas məqsədi tələbələrin, müəllimlərin və gənc mütəxəssislərin yeni ideyalar üzərində birgə çalışmasına şərait yaratmaqdır. Universitetin güclü araşdırma potensialının, riyaziyyat və mühəndislik məktəbi kimi zəngin bazasının olduğunu vurğulayan rektor, belə bir mərkəzin fəaliyyətə başlamasının əhəmiyyətini diqqətə çatdırıb. O, yüksək potensiallı tələbələr və professor-müəllim heyəti üçün daha geniş imkanlar yaradılacağını xüsusilə qeyd edib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyətinin sədri Fərid Osmanovun sözlərinə görə, yeni açılan mərkəzin məhz Dövlət Neft və Sənaye Universitetində yaradılması təsadüfi deyil. 105 illik tarixi olan bu təhsil ocağı həm sənaye ilə əlaqələr, həm də ekosistem baxımından çox zəngindir. Bu səbəbdən layihədən gözləntilər böyükdür. Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli isə mərkəzin sənaye ilə əməkdaşlıq imkanlarını artıracağını bildirib. O, sənaye sahələrindən daxil olan tələblərə uyğun yeni innovativ layihələrin icrasının universitetlər üçün mühüm imkanlar yaratdığını bildirib. Nicat Məmmədli nazirlik olaraq bu prosesləri dəstəkləməyə davam edəcəklərini xüsusi vurğulayıb. Açılış zamanı qonaqlara mərkəzin fəaliyyəti, yeni konsept, yaradılmış laboratoriyalar və tələbə startapları barədə geniş təqdimatlar edilib. Nümayəndələr real layihələr və prototiplərlə tanış olub və yüksək qiymətləndiriblər. Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev, Bizim Media.